Hoş gelmişsiniz her biriniz. Çok hoş oldu yeniden sizi görmek. Ben hakikaten çok teşekkür ederim. Gece Hükümet Teşkilatlarına, Devlet Agentliğine ki bizim için güzel böyle bir şəraiti yaradıb. Elbette olan desteği sayesinde biz birbirimizi tanıdık, birbirimizi gördük. Birbirimizle güzel ünsiyetimiz oldu. Gülsam Aileler Rehabilitasiya İctimai Birliği her zaman olduğu kimi mənə belə gəlir. Yəni eşitdiyimlərime göre fərqli layihəsini yenidən həyata keçirdi. Mənim üçün çox xoş oldu bu layihə. Layihənin artıq dördüncüsündeyiz biz. Dördüncü dersimizdi bizim. Çok həqiqətən də o kadar xoş gəldi. Hər dəfə bir başka bir güzelliği olur. Bugün de xüsusi bir güzelliği olacak. Her birinize Azerbaycan'da ilk yeni bir ders olacak. Bu olmayıb Azerbaycan'da. Həqiqətən də mənə belə gəlir, yaxşı mənada gözəl bir səs olacaq. Yaxşı bir insanlar, maraqlı bir mövzu eşidəcəklər. Ayşe Hanım'ın sayesinde, Ayşe Hanım rəqəmsal psixologdur. Demək olar ki, ilk Azərbaycanda çalışan xanımlarda ən mükəmməl çalışan bir xanımdır, işini mükəmməl bilən, tam dərinliyinə gedən bir xanımdır. Hər bir kəsə xoş təsir bağışlayacaq və Ayşe Hanımla bugün çox böyük bir dərinliklər öyrənəcəyik biz. Özümüzə aid olan və özümüzə hər birimiz üçün müsbət olan, müsbət psixoloji təsir bağışlayan bir böyük bir güc alacağıq. Ayşe Hanım buyursun. Sizi salamlayıram, xoş gördüm sizi. Mən Ayşə Nəbilova, rəqəmsal psixoloq. Bugün biz Günlərə xanım vurğuladığı kimi bundan öncə 3 təlimimiz olub, bu 4-cü təlimimiz olacaq. Oradakı hissələrdə biz çox məqamlara toxunduq, tibbi olaraq necə qayğı göstərmək lazımdır və s. Bugün isə biz əlilliyi olan insanlara necə qayğı göstərməliyik sualına yox, biz onlara necə dəstək ola bilərik, bu haqda danışacağıq. Mən belə bir sualla başlamaq istəyirəm və sizi tanımaq istəyirəm. Baxıcı mənim üçün nə deməkdir? Onu hər kəs öz vərəqinə yazsın, zəhmət olmasa. Köməyə ehtiyacı olan bir yerdə kömək eləyərdim ki, yəni o... Məndən soruşardım ki, köməyə ehtiyacı olan, onu incitmədən, ehtiyacı varsa, Aha. necə fikrin olardı onun, özünüz mü gelmək istəyirsiniz, köməyə etməyə necə istəsə, ona əsasən davranmadım. Buyurun. Əgər öncədən onun vəziyyətindən bilirəmsə, yəni işini ona görə düzənləməliyəm ki, yəni mən sabahları işə gedib başqa bir işimə tələsməmək üçün, həm də onun da işini kömək eləmək üçün elə nizamlıyam. Aha, baxın, burada səhv və ya düz cavab yoxdur. Burada sadəcə bizim başa düşməyimiz məqam ondan ibarətdir ki, var müstəqilliklə tələsmək arasındakı fərq. Biz dəstək olduğumuz şəxsə onun maksimum müstəqil yaşanmasına dəstək olmalıyıq. Biz onun gəzən ayağı, danışan dili, eşidən qulağı ola bilərik. Amma biz ona müstəqilliyi bəxş edə bilirikmi? Onun şəxsiyyətini qoruya bilirikmi? Və yaxud da ki, ona individual yanaşmalarımızı edə bilirikmi? Biz nə qədər onun psixikasını tanıyırıq? Burada isə bizə bir dənə Könlü xanımdan xahiş edəcəm, bizim o digər vərəqlərimizi paylasın. Mən sizə qısa bir prosedur hazırlamışam ki, baxdığınız şəxslərin necə qısa yolla psixikasını bilə bilərsiniz, onun xasiyyətlərini necə bilə bilərsiniz, nəyi edib, nəyi etməməyi orada sizə yazmışam, tanış olarsınız və müəyyən bir 3 dənə texnika ilə sizə tanış eləyəcəm. Birincisi elə üçgöz prinsipidir ki, biz
Üçgöz prinsipində nə deməkdir? Bu fiziki göz, funksional göz və psixoloji göz deməkdir. Fiziki gözlə biz baxırıq, başa düşməliyik ki, bunun fiziki olaraq nəyə ehtiyacı var? Biz fiziki olaraq ona necə dəstək ola bilərik? Nəyi özü edə bilir, nəyi edə bilmir? Funksional gözlə funksional gözlə baxırıq ki, özü nəyi edib, nəyi edə bilmir. Edə bilmədiyi şeydə sadəcə dəstək oluruq. Psixoloji göz isə bu yardım edirik. Bu yardım vermə forması ona necə təsir edəcək? Məsəl üçün insanlar var ki, yardımı qayğı kimi də qəbul edə bilir. İnsanlar var ki, yardımı yazıqlıq kimi başa düşə bilir və o onu pis qəbul edir və xətrinə dəyə bilər, biz bilmədən onu incidə bilərik. Bu şeyləri etməmək üçün biz insanlara fərdi yanaşmalıyıq. Bu fərdiliyi necə ayırd edə bilərik? Əgər biz psixoloq deyiliksə və yaxud da ki, bizim bu sektorda bir bilgimiz yoxdursa, qısa olaraq mən sizə təlimat vermişəm. İndi üçgöz prinsipindən danışdıq. Növbəti isə biz danışacağıq. Əgər xidmət göstərdiyimiz şəxs əsəbidirsə, durduğu yerdə qışqırdı. İlk baxıcının ağlına gələn nə olur? Yenə də kaprizi tutdu. Amma biz dayanmalıyıq burada. Burada isə sizə stop texnikası ilə tanış eləyəcəm. Stop texnikası nə deməkdir? Biz həmin anda müdaxilə etmirik. Sadəcə dayanırıq. Saxla. Yadınızda belə qalsın. Saxla. Avtomatik reaksiya verməyin. İkincisi, təhlil edin. Nəyə görə baş verdi? Bundan öncəki nə olmuşdu ki, onun həyatında bu belə bir reaksiya verdi? Çünki atılan heç bir addım səbəbsiz deyil. Sonra onun ehtiyacını axtarın ki, nədə ehtiyacı var? Onunla kommunikasiyaya girin, mehriban danışmağa başlayın və mütləq yadınızda saxlayın ki, onun yanında onun üçüncü şəxs kimi davranmayın, üçüncü şəxs kimi onunla danışmayın, belə desək, trip atmayın və o hissəyə də gələcəyim. Bir də cavab verəndə planlı şəkildə cavab verin mütləq ki. Çünki insan hər zaman hisslərini sözlə ifadə edə bilmir. Bəzən emosiyalarla da ifadə edə bilir. Biz o emosiyaları anlamalıyıq ki, bunun səbəbi nədən qaynaqlanır. Və biz burada əlilliyi olan şəxsləri, fiziki məhdudiyyəti olan şəxsləri qayğısına qalan dayələrdən də danışacağıq, baxıcılardan da danışacağıq. Onların da gözə görünməyən yükləri var. Və bu yükü necə aşmaq olar? Məsəl üçün, burada isə sizə 5D modeli ilə tanış edəcəm. Dayə tükənməmək üçün və hər zaman resursda qalması üçün ki, bu bizim üçün çox önəmlidir ki, onun yükü böyükdür, o özündən başqa bir şəxsə baxır, öz həyatından başqa bir şəxsiyyətin həyatı onun əlindədir, belə deyərim. 5D modeli nə deməkdir? Dinlə. Yəni insana diaqnoz qoymamışdan qabaq onu insan kimi dinləyin. Dəstəklə, onun yerinə hər şey etmə, bacardığını icazə verin, özü etsin. Bununla siz özünüzü artıq müəyyən bir ağırlıqdan azad etmiş olacaqsınız və onun müstəqilliyini özünə təqdim edə biləcəksiniz. Sonra danışın, aydın danışın, hörmətlə danışın. Dəyərləndirin. Mütləq etdiyi hər bir şeyə dəyər verin, dəyərləndirin addımlarını, seçimlərini və dinləyin. Və özünüz də dinlənin. Çünki özünüz resursunuzu qorumalısınız ki, digər insan üçün də faydalı ola biləsiniz. Məsəl üçün, bir stəkan təsəvvür edin, içində su var və hər dəfə su tökürsəm, bu gecə yuxusuz qaldım, biraz su tökdünüz. Bugün görəsən necə bu havada olacaq, biraz da su getdi. Görəsən borclarımı necə ödəyəcəm, yenə su doldu. Və gəlir sonra, görəsən yorğundumu və yaxud da ki, mən getsəm necə olacaq, mən onu kimə etibar edə bilərəm, yenə su töküldü və sonuncu vaxtda fiziki məhdudiyyəti olan şəxs gəlir, hansısa bir səbəbdən biraz hirsli ola bilir və siz sonuncu damcını tökürsünüz ki, bu yenə kapriz edir. Sizcə bunun səbəbi onun qışqırması mı oldu, yoxsa buna qədər doldurulan damcılar mı oldu? Bəli, əgər bu damcıların olmaması üçün bu damcıların dolmaması üçün mütləq dayə də dinlənməlidir. Və bunu siz özünüz etməlisiniz. Məsəl üçün, elə Gülnarə xanımın üzündən götürək məsəl. Gülnarə xanım, belə deyim, özü
heç bir fəaliyyəti olmasa da özünü idarə edə bilir. Məsəl üçün özü gedir, özü gəlir, özü düşür, danışığında, nitqində problemi yoxdur. Və bu çox vaxt indi mən yaxından tanıdığım üçün deyirəm, məhəllədə olur, iş yerində olur və bunun dayəsinin maksimum dinlənmə vaxtı var, bəli. Əgər o dinlənmirsə və yaxud da ki, orada digər problemləri həll edirsə və sonra gəlib aqressiyasını tökürsə baxdığı şəxsə, o düzgün psixologiya deyil. Hər kəsin problemi var, problem olmayan insan yoxdur. Zaten biz bu həyata gəlirik ki, problemlərimizi həll etmək üçün. Əgər o problemlər olmasaydı, biz bu həyata da təzahür etməzdik. O baxımdan da elə bəlkə də çox eşitmisiniz, anda qalmaq, axında olmaq sözünü. Bu da oradan qaynaqlanır ki, əgər biz problemlərimizi evdə qoya bilsək, biz axında qalacağıq, olduğumuz prosesə fokuslana biləcəyik və maksimum dəstək ola biləcəyik ki, baxdığımız, dəstək olduğumuz şəxsə nə qədər faydalı ola biləcəyimizi də görə biləcəyik. Amma bizim beynimiz başqa yerdədirsə, fikrimiz başqa yerdədirsə, ruhumuz başqa yerdədirsə, əlbəttə ki, burada dağınıqlar çox olacaq. Bütün işlərdə, əslində bütün işlərdə bu belədir. Bəli. Necə ofisdə işləyirsən, problemi var, nə qədərsən o kompüterdə yazılı cümləni qura bilmirsiniz. Yəni bu bütün işlərdə budur. Musiqidə də, nə bilim, rəssamlıqda da, əl işlərində də, yəni hər bir işdə. Lazımdır ki, gözünüzü toparlayasınız, hər şeyi silib atasınız kənara və o işdə diqqətiniz olsun. Fokuslanasınız həmən qarşınızda olan işə. Bəli. Verdiyiniz işə nə qədər, gördüyünüz işə nə qədər sevgi versəz, bir o qədər də özünüz pozitiv qalacaqsınız, özünüz resurslu olacaqsınız, enerjiniz tükənməyəcək, daha pozitiv olacaqsınız və günün sonunda artıq balışa başınızı qoyanda görəcəksiniz ki, hə, mən müəyyən bir işlər gördüm, insana faydalı oldum və insan olaraq da özümüzə bu çox xoş enerji bəxş edəcək. Və mən güclü dayədən danışmaq istəyirəm. Güclü dayə hansı dayədir? Güclü dayə insanın yerinə hər şey edən dayə deyil. Güclü dayə xidmət göstərdiyi şəxsin maksimum müstəqil yaşamasına, onun öz həyatının müəllifi olmasına imkan yarada bilən, hər vaxt onun yanında ola bilən şəxsdir. Onun seçimlərinə hörmət edən, onun şəxsiyyətinə hörmət edən. Çünki biz qulluq elədiyimiz, baxdığımız, həyatımızı bölüşdüyümüz şəxs sadəcə fiziki məhdudiyyəti olan şəxs deyil. Onun içində şəxsiyyət var, onun arzuları var, onun həyatı var, onun xasiyyəti var, xarakteri var. Biz bunların hamısını bilməliyik və bilməliyik ki, bu sadəcə fiziki olaraq məhduddur, psixoloji olaraq yox. Və fiziki məhdudiyyətlik bərabər deyil psixoloji məhdudiyyətliyə. Ona görə də hər kəsin psixoloji olaraq fərdi yanaşması olmalıdır. Bununla isə mən sizə dayənin 9 prinsip xəritəsi var orada, onunla tanış olarsınız. Vaxt almamaq üçün hamısını bir-bir oxumayacağam, deməyəcəm. Sadəcə üzərindən gedəcəm. Məsəl üçün, burada necə olacaq? Bizim açarımız doğum xəritəsi olacaq, doğum tarixi olacaq. Doğum tarixini necə aid edəcək? Doğulduğu günü götürəcəyik. Doğulduğu gün əgər 22-yə qədərdirsə, olduğu kimi qalacaq. 22-dən sonradasa 23, 24, 25 üst-üstə gələcək. Bu necə olacaq? Tutalım ki, 23 doğulub. Sadəcə 2 üstə 3 gələcək, bu da eləyəcək 5. Biz baxacağıq orada 5-ci proqrama. 5-ci proqram olanda nə deməkdir bu? Bu insan azad olmalı.